Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adıyla başlayıram. Bugünkü mövzumuz İslam dinində ən böyük günahlardan biri olan cihaddan qaçmaq, müqəddəs döyüşdən qaçmaq, yəni fərarilik etmək haqqındadır. Bu günahın böyük günahlardan olması dəlillərinin başında Quran-ı Kərimin aşkar ayələri gəlir. Burada Allah Taala'nın cəhənnəm vədəsi verməsi və Peyğəmbər əleyhissalamın bu günahı ən böyük günahlardan hesab etməsi haqqında olan hədislər gəlir. Deməli, bu günah fərarilik haqqındadır. Bu cihaddan qaçmaq. Birinci gəlin görək, cihad nədir? Cihad ərəb sözü olub, səy göstərmək, çalışmaq sözündə olan cəhd sözündəndir və cihad edən müsəlmana isə mücahid deyilir. Cihad özü iki yerə bölünür, böyük cihad və kiçik cihad. Böyük cihad insanın öz nəfsi ilə apardığı mübarizədə göstərdiyi səy, iradə və əzmi ilə qələbə çalmasına deyilir. Yəni, nəfslə mübarizəyə deyilir. Kiçik cihad isə insanın Allah, din, öz vətəni və digər müsəlmanların təhlükəsizliyi üçün apardığı silahlı mübarizədir. Deməli, kiçik cihad insanın həm də öz vətəni, doğma torpağı, dövləti, ailəsi, öz canı, malı və namusu üçün apardığı mübarizədir. Silahlı cihad da iki yerə bölünür. Bu birinci ibtidai cihad, hansı ki bu Peyğəmbər əleyhissalamın dövründə aparılırdı kafirlərə qarşı və Məkkə müşriklərinə qoşulub müsəlmanlarla düşmənçilik edən qüvvələrə qarşı və İslam, Allah yolunda və İslamın yayılması üçün ədalətli şəraitin yaradılması və zülmün aradan qaldırılması üçün aparılan silahlı mübarizəyə deyilirdi. İkincisi isə müdafiə cihadıdır. Deməli, birinci müdafiə cihadı bütün müsəlman kişilərə vacibdir, namaz qədər vacib fərzdir və ibadət əsaslarındandır və ondan imtina etmək küfürdür və həmin insan kafirdir. Yəni, ibadət əsasları deyildikdə, bunun başında, ibadətlərin başında bildiyimiz kimi namaz gəlir. Namaz, oruc, zəkat, xüms, həc və cihad gəlir ki, bu vacib ibadət əməllərindən biridir. Bu, bildiyimiz kimi, Quran ayələrində də Allah Taala cihaddan qaçmağı imandan dönmək kimi və cəhənnəm odu ilə hədələmişdir cihaddan qaçanları. Deməli, Əl-Ənfal 8-ci surənin 16-cı ayəsində Allah Taala buyurur ki, deməli, cihaddan yayınmağın istisna hallarını göstərdikdən sonra, yəni bu geriyə dönüb hücum etmək və digərlərinə qoşulmaq şərtləri istisna olmaqla Allah Taala buyurur ki, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir, ora nə pis dönüş yeridir. Gördüyümüz kimi Allah Taala cihaddan qaçmağı böyük günahlar kimi bizlərə anladır və ondan qaçmağın cəzası isə o pis məskan olan cəhənnəm olduğunu buyurur. Silahın deməli birinci növü bu sadaladığımız ibtidai cihadın birinci növüdür və əsas növüdür. Burada heç bir müsəlman bu cihadın özü başlada bilməz. Bunun üçün mütləq surətdə fətva verilməlidir. Həmin bölgənin bir fiqh alimi və yaxud da fiqh alimləri tərəfindən verilməlidir. Çünki cihadın, ibtidai cihadın özünün şərtləri vardır və o şərtlərin müharibənin başlanması, müsəlmanların vəziyyəti, onlarla müharibə etmək taktikaları, bundan başqa sülh bağlanması və s. kimi şərtlər birbaşa səlahiyyətli şəxs tərəfindən verilməlidir və
burada heç bir kəsə öz başından ibtidai cihadı, yəni Allah din yolunda olan cihadı başlamaq icazəsi verilməmişdir. İkinci cihad isə müdafiə cihadıdır. Dediyimiz kimi əvvəldə bu insanın öz vətənini, öz ailəsini, canını, malını, namusunu qorumaq üçün apardığı mübarizədir. Burada şəri nöqteyi nəzərdən fətva tələb olunmur. Çünki bu qəflətən baş verir. Yəni insanın sadaladığımız dəyərlərinə hücum birbaşa qəflətən baş verir və burada durub fətvanı gözləmək yersizdir. Əvvəllər Peyğəmbər əleyhissalam vaxtında cihad fətvasını Peyğəmbər əleyhissalam verirdi. Ondan sonra xəlifələr, xəlifəlik institutu süquta uğrayandan sonra isə ölkələr müstəqil şəkildə öz müdafiələrini təşkil edirdilər və bu fətvalar mütərəqqi dövlətlər tərəfindən, onların qanunları tərəfindən indi də dövlətin qorunması hər bir kişi vətəndaşın bəzi ölkələrdə bunlar qadınların da vəzifəsi hesab olunur. Lakin müsəlman ölkələrində bildiyimiz kimi şəri cəhətdən bunlar qadınların vəzifəsi deyil. İbtidai cihadda birbaşa bunlar kişilərin vəzifəsidir və müdafiə xarakterli olan cihadda, döyüşdə isə qadınlar da qoşula bilər. Lakin ümumilikdə cihad çox böyük savab əməldir cihadda iştirak etmək və onun bir günü Peyğəmbər əleyhissalam buyurub ki, onun bir günü dünya və onun üzərindəkilərdən daha xeyirlidir. Ona görə qadınlar da bura qoşulmaq istəsələr də Peyğəmbər əleyhissalam onlara bildirmişdir ki, sizin cihadınız evdə ərlərinizə yaxşı xidmət etməkdir. Deməli, müdafiə cihadı deyəndə silahlı müdafiə döyüşü nəzərdə tutulur. Bu döyüşü də deməli həlak olanlar, ibtidai cihadda həlak olanlar ən böyük şəhidlik statusuna malikdir. Bildiyimiz kimi onların ölümü adi müsəlmanlar ölümündən fərqlənir. Yəni onlar adi müsəlmanlar kəfənlənməlidir və dəfn olunmalıdır. O şəhidlər isə onların paltarları, qanlı paltarları, onların kəfənləri hesab olunur və onlar bu şəkildə də yuyulmamış dəfn olunurlar. Lakin müdafiə xarakterli cihadda, silahlı döyüşdə bu biraz fərqlidir. Bu barədə mübahisələr vardır və bu ən böyük şəhidlik statusu ibtidai cihada haqqındadır ki, Allah Taala onların həqiqətən ölü yox, diri olduğunu bildirir. Ali İmran surəsinin 169-cu ayəsində Allah Taala Allah yolunda öldürülənləri heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur. Deməli Allah Taala ən böyük ölüm məqamını, şəhidlik məqamı ibtidai cihadda, yəni Allah din yolunda olan cihadda, bu həm də ümumiyyətlə Peyğəmbər əleyhissalamın bir çox hədislərində həm də müdafiə xarakterində olduğunu buyurur və Peyğəmbər əleyhissalamın apardığı bir çox döyüşlər də müdafiə xarakteri daşımışdır. Məsələn, Xəndək döyüşündə bu Əhzab döyüşü adlanır və Mədinə şəhərinin müdafiəsini təşkil etmiş və bu döyüşü aparmışdır. İbtidai cihad haqqında və müdafiə cihadı haqqında Peyğəmbər əleyhissalam əvvəldə dediyim kimi buyurur ki, Allah yolunda bir gün sərhədi qorumaq dünyadan və onda olan bütün şeylərdən yaxşıdır. Bir başqa hədisində də Peyğəmbər əleyhissalam buyurur ki, Allah yolunda bir gecə keşik çəkmək 1000 gecə gündüz, gecələri ibadət, gündüzləri oruç tutmaqla keçirməkdən üstündür. Bəziləri həqiqətən də bunları anlamaqda çətinlik çəkirlər. Necə yəni bir gecə keşikdə durmaq,
bütün gecələri ibadətlər və gündüzləri oruç tutmaqdan üstün ola bilir. Deməli, bu təhlükəsizlik dövründə, asayiş dövründə o qədər də anlaşılmır. Bu əməlin böyük günah olması ümumiyyətlə bəzilərində həqiqətən də sual doğurur. Lakin bildirmək istəyirəm ki, 20-ci əsrdə 2 dünya müharibəsindən sonra soyuq müharibənin 90-cı illərdə Seri imperiyasının dağılmasından sonra Avropa elə fikirləşdi ki, daha artıq müharibələr dövrü bitmişdir. Avropa evinin yaradılması irəli sürdülər və yaratdılar. Onun öz pulunu ekvivalentdə yaratdılar və artıq müharibələrin sona yetməsini düşündülər və Avropanın ümumilikdə apardığı ideologiya, ailə institutuna, ailənin başçısı, kişi xarakterinə, namus və qeyrət məhfumlarına qarşı ideologiya, insanların sərhədsiz şəhvət və sərhədsiz zövq ideyasını yaymağa başladılar və bu haqda bir çox qanunlar qəbul elədilər və Avropada, hətta Amerikada da elə bir dövrə gəlib çatdıq ki, onlar artıq həmcinslərin, üzr istəyirəm, nikahına, rəsmi şəkildə nikahına belə qanunləşdirdilər və icazə verdilər və elə bir hala gəlib çatdılar ki, müasir, hazırki dövrümüzdə bu dəqiqə Rusiya ilə mübarizə, bütün Avropa evi mübarizə aparsa da nailiyyət əldə edə bilmir. Çünki bu ölkələrdə artıq vuruşmaq istəyən kişilər azdır. Yəni, homoseksualizm, üzr istəyirəm, lezbiyanlıq və sərhədsiz şəhvət ideologiyasının gətirib onları çıxartdığı, ailə institutuna vurduqları zərərlər o yerə gətirib çıxartdı ki, burada artıq kişilərin böyük qismi vuruşmaq istəmirlər və onlar nə qədər də Avropada müdafiə sənayesi inkişaf etsə də, bu ölkələr həqiqətən böyük təhlükə altındadırlar. Müasir dövrümüzdə də, həqiqi günümüzdə böyük imperiyalar tərəfindən, böyük bir ölkə tərəfindən, kiçik bir ölkənin dünyanın gözü qarşısında işğal olduğunun və onun prezidentinin, hətta həyat yoldaşının qaçırılaraq onların biz idarə edəcəyik və onlarda olan enerjiləri biz istehsal edəcək kimi şüarlar səsləndirilərək ölkələr işğal olunur və bu şəkildə Allaha şükürlər olsun ki, bu səviyyədə olan düşüncə tərzinə malik olan dünyada biz son 200 ildə itirə-itirə getdiyimiz torpaqları biz 2020-ci ildə şükürlər olsun ki, geri qaytara bildik və həmin kimlərin sayəsində geri qaytara bildik, həmin kişilərin, həmin o kişiləri dünyaya gətirən anaların ki, biz onların qarşısında baş əvvəllərindən öpməliyik və onların ətrafında qaziləri də Allah can sağlığı versin, onların ölməməyi, onların günahı, şəhid olmamaq onların günahı deyil. Onlar da möhtərəmdirlər və onlara da ətrafda böyük hörmət, sayğı göstərilməlidir. Həmin şəhidlərin valideynləri onları böyüdüb boya başa çatan bu insanların, bu kişilərin, üzr istəyirəm, kişi adı altında olan pərdələnmiş kişiciklərin deyil, həmin kişilərin qəhrəmanlığı sayəsində biz torpaqlarımızı azad etdik və əfsus ki, Avropada belə kişilərin artıq azalması və döyüşmək istəməməsi sayəsində biz demək olar ki, 20-ci əsrin ikinci yarısından sonra və 20-ci əsrin əvvəlində analogu olmayan şəkildə müharibə edərək həm dövlətimizi bu tənbihdən, bu tənədən həm də xalqımızı digər xalqların yanında olan bizlərə yönəlilmiş tənqidlərdən qurtarmağa nail olduq. Həmin qəhrəmanların şəhidlikləri, qəhrəmanlıqları nəticəsində bütün dünyanın gözü qarşısında misli bərabəri olmayan, yalnız eşitdiyimiz, kitablarda eşitdiyimiz qəhrəmanlıq sayəsində biz torpaqlarımızı azad etdik. Və bu insanların qəhrəmanlığı bizim bu dediyimiz bir fərarilik belə bu döyüşlərdə biz şahidi olmadıq. Həmin kişilərin içərisində bir
qadın olmalıdır və o da tibb bacısıdır. Gördüyümüz kimi bunlar kişilərdən ibarətdir və kişilərin vəzifəsidir və bu vəzifənin öhdəsindən də xalqımız şərəflə gəldi. İndi baxaq görək Peyğəmbər əleyhissalamın vaxtında necə idi? Burada fərarilik var idimi? Bəli, nə qədər də bəzi məzhəblər tarixi faktı, həqiqəti gizlətməyə çalışsalar da Peyğəmbərin bir çox səhabələri fərarilik etmişlər və müharibədən qaçmışlar və hətta bir döyüşdə Peyğəmbəri ölümünə belə tərk etmişlər. Bu Uhud döyüşüdür, miladi 625-ci ildə baş vermişdir və Peyğəmbər əleyhissalamın Uhud dağının ətəyində, Uhud dağı elə də böyük dağ deyil, gedənlər bilirlər. Onun ətəyində 70 oxçunu yerləşdirmişdi və heç bir halda oradan çıxmamalarını əmr etmişdi. Lakin onlar Peyğəmbərin əmrinə qulaq asmayaraq oranı tərk etmişlər və qənimət dalıcan qaçmışlar. Buna görə də Uhud döyüşü uduzuldu və Peyğəmbər əleyhissalamın üstünə çoxlu düşmən qüvvələri gəldi və səhabələr Peyğəmbər əleyhissalamı qoyub qaçdılar. Gələcəkdə məşhur səhabələr, xəlifə olan səhabələr belə bu qaçanların içərisində idi və Peyğəmbər əleyhissalamı tək başına, deməli Şiə hədis və tarix kitablarında tək başına, bəzi əhl-i sünnə tarix kitablarında isə Həzrət Əlidən başqa bəziləri 2, bəziləri 3 yazırdılar. İnsanda var idi, səhabə var idi onlar içində, lakin məşhur səhabələrin heç biri Peyğəmbəri qoruyanların arasında yox idi və onların orada olmaması, Peyğəmbər fərarilik etməsi bu adi bir fərarilik deyildi. Peyğəmbər əleyhissalamı ölümünə tərk etmək idi və dönüb arxaya heç baxmamaları ilə də nəticələnmişdi. Deməli, Allah Teala bu hadisəni Ali İmran surəsinin 3-cü surənin 153-cü ayəsində də qeyd edir. Allah Teala buyurur ki, siz düşməndən qaçaraq dağa qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman. Deməli, Allah Teala həqiqətən də bütün detallarına qədər deyir. Yəni, siz dağa qalxdınız və Peyğəmbər arxa tərəfdən sizi çağırdı və siz heç geriyə dönüb baxmadınız. Və Peyğəmbər əleyhissalam da sonra onlarda bir müddət hətta danışdırmadı onları və onlara buyurdu ki, mən sizi nə qədər arxadan çağırdım, məni atıb qaçdınız. Həzrət əleyhissalam 50-dən çox ağır yaralar, nizə və qılınc zərbəsi alaraq Peyğəmbər əleyhissalamın orada mübarək dişi də qırılmışdı və Peyğəmbər əleyhissalamın canını sipər edərək oradan Peyğəmbər əleyhissalamın öldürülməyinə imkan verməmişdi. Daha bir döyüşdən danışmaq istəyirəm. Bu da Xəndək döyüşüdür. 627-ci ildə kafirlərin Əbu Süfyanın başçılığı altında Məkkə qoşunu, hətta onlara Yahudilər də qoşuldular, kömək etdilər və 10 mindən artıq birləşmiş qüvvələri Mədinə şəhərinə doğru hücuma keçdilər və Quran-ı Kərimin 33-cü surəsinin adı Əl-Əhzab surəsidir və bu Birləşmiş Qüvvələr surəsidir. O döyüşün bir adı da Xəndək döyüşüdür və Peyğəmbər əleyhissalam Salman Farsinin, səhabə Salman Farsinin məsləhəti ilə Mədinə şəhərinin ətrafında xəndək qazdırdı və 10 mindən çox qoşun Mədinəni mühasirəyə aldı. Və o dövrün ən qorxunc bir pəhləvanı var idi ki, onun hətta çəkisi də çox idi və mindiyi at da bəzi rəvayətlərə görə atın beli qırılırdı. Hələ at ona davam gətirə bilmirdi. Bu Əmir ibn Əbdəvi deyildi ki, və o 2-3 nəfərlə birlikdə xəndəyi müsəlmanlara tərəf, Mədinə şəhərinə tərəf atlandı və Peyğəmbər əleyhissalama hədyanlı sözlərlə aranızda bir kişi yoxdurmu deyə bağıraraq Peyğəmbər əleyhissalamı və qoşununu təhdid etdi. Bildiyimiz kimi, tarixdən də bildiyimiz kimi bu qüvvələrin məqsədi ilk növbədə Peyğəmbər əleyhissalamı öldürmək və ondan qisas almaq idi ki, və İslam dinini ümumiyyətlə yeni gələn vəziyyəti çox acınacaqlı olan, çətin durumda olan
İslam yaranmaqda olan İslam dövlətinin məhv etmək və aradan qaldırmaq idi. Lakin burada biz heç kimdən səs çıxmadığını görürük. Üzr istəyirəm, bəzi tarix kitablarında, hətta müsəlman qoşununda bəzi kişilərin paltarını, şalvarını buladıqlarının da rast gəlirik və bu əmrin qabağına heç kəs çıxa bilmədi. 2 dəfə Həzrət Əli cəhd etsə də Peyğəmbər əleyhissalam mane oldu ki, görsün ətrafında kimlər onu müdafiə eləmək istəyir, lakin heç kimdən səs çıxmayandan sonra 3-cü dəfə Həzrət Əleyhissalama bəzi tarix kitablarında Zülfüqar qılıncının Peyğəmbər Əleyhissalam tərəfindən Həzrət Əliyə burada verildiyi deyilir və Həzrət Əli çıxaraq Əmir Əbdəbdi qətlə yetirdi və sonralar Peyğəmbər Əleyhissalam buyururdu ki, Xəndəkdə bütün İslam, bütün küfürlə üz-üzə idi. Deməli, İslamın taleyi burada həll olunmuşdu, hörmətli izləyicilər. Allah Taala göydən ümumiyyətlə, əstağfurullah, yerə düşərək heç kimlə vuruşmamışdır. Ümumiyyətlə, Allahın mərhəmətinə sığınırıq bu söz deməyə, insanların əli ilə, bir-birinin əli ilə, İslamı Allah Taala Həzrət Əlinin əli ilə, qılıncı ilə qorumuşdur və Peyğəmbər əleyhissalam burada bir çox mətlərlə mət etmişdir Həzrət Əlini. Əlidən üstün mərd, Zülfüqardan üstün qılınc yoxdur kəlamını da burada işlətmişdir. Bu haqda Peyğəmbər əleyhissalamın daha bir məşhur hədisi var ki, bu həm Şiyə kitablarında, həm də Əhl-i Sünnə kitablarında keçir. Bu deməli yenə də Əhl-i Sünnə hədis kitablarının birində yer alır. Hədisdə deyilir ki, Əlinin Xəndəkdə vurduğu zərbə bütün məxluqatın ibadətindən üstündür. Bəzi Şiyə kitablarında da bu insan və cinlərdən keçir və insan və cinlərin ibadətindən üstündür. Həqiqətən də biz bunu anlamaqda çətinlik çəkirik. Necə ola bilər ki, bir qılınc zərbəsi bütün məxluqatın, yəni heyvanların, cinlərin, bitkilərin, quşların ibadətindən, insanların ibadətlərindən qiyamətə qədər olacaq ibadətlərdən belə üstündür. Necə ola bilər? Balaca şərh verək buna. Yəni, ibadət nədir? Hörmətli izləyicilər, ibadətə Allahın ehtiyacı varmı? Qətiyyən ehtiyac yoxdur. İbadət bizim azğınlığa yönəlməməyimiz və əbədi saadət qazanmağımız üçün bir hidayət vasitəsidir ki, Allah Taala bir nemətdir ki, bizim üçün buyurub ki, biz cənnəti qazanaq və Allahın bizim qiyamətə qədər heç bir varlığın ibadətinə möhtac deyildir. Lakin o qılınc Allaha lazım idimi o qılınc zərbəsi? Bəli, biz qətiyyətlə deyə bilərik ki, Allaha o qılınc zərbəsi lazım idi və Peyğəmbər əleyhissalamın da bildiyinə görə bütün küfür həmin qılıncdan asılı idi ki, Həzrət Əleyhissalam Əmir İbn Əbdəvdi öldürməklə onunla birlikdə olan 3 nəfər də qaydanda tələsib çuxura düşdülər, xəndəyə düşdülər və onlar da oxlanaraq öldürüldülər. Bundan sonra Allah Taala böyük bir külək tufanı göndərdi və ordunun bütün çadırları dağılaraq onların azuqəsini də dağıtdı və onlar heç bir şey edə bilməyərək geri qayıtdılar. 10.000 qüvvə geri qayıtdı və İslam bununla yaşadı. Gördüyümüz kimi Həzrət Əleyhissalamın İslam qarşısında xidmətləri Əhl-i-Beyt ailəsinin, Peyğəmbərin bu ailəsinin və Peyğəmbərin özündən sonra da onların bir Əhl-i-Beyt üzvünün imandan dönmüş kafir bir xəlifəyə qarşı apardığı silahlı mübarizə, ona beyət etməməyi, İslamı qurtaran başlıca amillər olmuşdur. Bundan sonra 680-cı ildə Əhl-i-Beytin digər üzvü İmam Hüseyin əleyhissalam Yezidə bildiyimiz kimi Yezidin vaxtında İslam tənəzzülə uğramağa və Quran bunu bir çox Əhl-i Sünnənin də böyük alimləri etiraf edirlər ki, İslam tənəzzülə uğramışdı və kitab da artıq dəyişdirilmək üzrə idi. İslam sünnəti, Peyğəmbər əleyhissalamın sünnəti əldən gedirdi. Meymun oynadan, şərab içən və hətta imam cəmaat olanda üzr istəyirəm, qaytaran belə
bir xəlifə var idi ki, və onun dövründə artıq onlar Əməvilər ümumiyyətlə Peyğəmbərə düşmən idilər və onu dəyişdirməyə qoymayan İmam Hüseynin Kərbalada töküldüyü qan ailəsinin və onun səhabələrinin ki, hansı ki, gəlib 70-124 min Peyğəmbərin heç birinin İmam Hüseyin qədər imanlı səhabələri olmamışlar. Hətta Peyğəmbər belə bu səhabələrə sahib olmamışdır. Çünki dediyimiz kimi bir çox döyüşlərdə və Xeybər döyüşündə də, Hüneyn döyüşündə də onların bir qismi fərarlik etmişlər. Yəni bu tarix kitablarında, bu hər hansı bir məzhəbin baxışı deyil. Bunlar tarix kitablarında öz əksini tapmışdır və İmam Hüseynin həqiqətən tökdüyü qan ailəsi ilə 72 səhabəsi ilə bir yerdə, hansı ki onu qoyub qaçmadılar, onunla bir yerdə şəhid oldular və o şəhidlik nəticəsində də İslam yaşadı və əvvəlki sünnət üzərində bərqərar oldu. Bundan başqa yenə Xeybər döyüşündə də əvvəlki xəlifələrə, 3 xəlifələrin üçünə də bir Peyğəmbər əleyhissalam bayraq verdi və onlar Xeybər yahudilərin qalaları idi və bir qala yox, bir neçə qala idi, 3-4 qala idi və ora hücumda bir döyüşdən qaçdılar, fərarlik etdilər və axırda Peyğəmbər əleyhissalam buyurdu ki, mən bugün bayrağı elə bir adama verəcəyim ki, Allah onu sevir, o da Allahı sevir. Lakin Həzrət əleyhissalamın möhkəm gözü ağrıyırdı və Peyğəmbər əleyhissalam bütün hədis tarix kitablarında bu var. Ağzının suyundan onun gözünə çəkərək bayrağı ona verdi. Həzrət Əli də burada Xeybərin qalasının sərkərdəsi Harisi, onun qardaşı Mərhəbi və ondan çox sərkərdəsini burada qətlə yetirdi və Xeybər qalasının 2 laydan ibarət dəmirdən olan qalası, hansı ki onun bir tayı 3 tondan artıq idi, səhv etməmsə 3 ton 400, 3 ton 600 təşkil edirdi və onu yerindən çıxartdı. Məşhur Əhl-i-Sünnə alimi Əbu Məhəmməd Cərir Təbəri Tarix Təbəri kitabında yazır ki, Həzrət Əli həmin qapını ismi əzəm duası ilə yerindən çıxartdı. Həmin qapı mən gördüyüm qədərilə 1911-ci ilə qədər Səudiyyə Ərəbistanında, Kəbənin yanında saxlanılırdı o qapının bir tayı və bundan sonra həmin kranın gəlməyin və qapının götürülməyin də mən qəzetlərdə əvvəlki o dövrün 20-ci əsrin əvvəlində olan qəzetdən şəxsən görmüşəm. İstəyənlər arxivlərdən onu tapıb baxa bilərlər. Həmin qapını Həzrət Əleyhissalam həqiqətən yerindən çıxartdı və bu şəkildə Peyğəmbər əleyhissalam Həzrət Əlinin çox saylı ləqəblərinin üstünə bir ləqəbi də artırdı. Heydər onun ləqəbi idi, şir deməkdir və orada Kərrar ləqəbini də Həzrət Əleyhissalama verdi ki, bu da mütəmadi surətdə davamlı hücum edən deməkdir. Deməli, Heydəri Kərrar adlandırıldı Həzrət Əli. Gördüyümüz kimi Əhl-i-Beyt ailəsi, hörmətli izləyicilər, İslamı yaşadan, Quranı Allah Teala bildirdi ki, ayədə Quranı biz nazil etmişik və onu biz də qoruyub saxlayacağıq. Allah Teala bildirdiyimiz kimi heç bir kafirlə savaşmamış. Əstağfurullah, göydən yerə də inən deyil, göydə də deyil. Allah Teala ümumiyyətlə bunlardan münezzəhdir. Necə etdi və Əhl-i-Beyt ailəsinin əli ilə sonradan həmin Əhl-i-Beyt üzvlərinin də öz canları hesabına, zəhərləmələri və şəhid olmaları hesabına İslam dinini bugünkü günə bizə gətirib çatdırdılar və bugün bizim əlimizdə əgər Quran təhrif olunmadan gəlib çatmışsa və bugün biz müsəlmanıqsa, hər bir müsəlmanın boynunda Əhl-i-Beytin haqqı vardır. Allah bizi Əhl-i-Beyt yolundan ayrı salmasın. Allah bizi döyüşdən qaçanlardan etməsin. Allah şəhidlərimizə rəhmət etsin. Qalan qazilərimizə də can sağlığı, xəstələrə də şəfa inayət eləsin. İnşallah ki, biz həm özümüzü, həm də övladlarımızı elə tərbiyə etməliyik ki, vətən uğrunda, Allah uğrunda, din uğrunda aparılan müqəddəs döyüşlərdən qaçmayaq və bu döyüşlərdən əgər öldürəriksə, inşallah ən yüksək status olan şəhidlik statusuna yiyələnəcəyimizi də bilək. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.